Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 23 noyabr 2025-ci il tarixində güvən kurslarının həyata keçirdiyi sınaq 5-in, blok 5-in 11-ci sinif tarix suallarını izah ilə tanış olaq. 2 və 3-cü qrup sualları təbii ki, eynidir. 61-ci sualın izahı ilə başlayaq. Mətndə fəaliyyətindən bəhs olunan Dehli Sultanının Mahmud Qəznəli ilə oxşar cəhətləri. Mətndə Şəmsəddin Eltutmuşdan danışılır. Şəmsəddin Eltutmuşla Mahmud Qəznəlinin ümumi xüsusiyyətləri nələrdir? Onları deyim sizə. Abbasi xəlifəsi tərəfindən sultan tituluna layiq görülmələri 1. Oxşar budur. Monqol hücumlarına qarşı mübarizə. Mahmud Qəznəlinin Monqollarla mübarizəsi yoxdur, yanlışdır. Hindistanın şimalında bəzi ərazilərin ələ keçirilməsi ümumi xüsusiyyətdir hər iki hökmdar üçün. Öz ölkəsində türk mənşəli tayfaların yerləşməsinə icazə verməsi. Mətndə də onsuz Eltutmuşun türk tayfalarının qəbul etməsindən danışılır. Mahmud Qəznəli də bildiyiniz kimi Oğuz türklərinin məskunlaşmasına icazə vermişdi. Xorasan ərazisində 4 doğrudur. 5 yanlışdır, ona görə ki, Hindistanda əsası qoyulmuş dövlətə başçılıq eləyirdi. Bu Şəmsəddin Eltutmuşa aiddir. Mahmud Qəznəli Qəznəli dövlətinə rəhbərlik edir. Bu dövlət də Əfqanistanın cənubunda meydana gəlmişdi. Demək 1-3-4 C variantı olur 61-ci sualımızda. 62-də 15-ci əsr Azərbaycan memarlıq abidələri hansılardır? 85 ilə Şirvanşahlar saray kompleksi verilib. Gürcüstan türbəsi 13-14-cü əsrə, Mərdəkan onu kimi. Burada 3 və 4 doğru fikirlər olur. C bəndi 62-ci sualımızda da doğru fikir olur. 63-də deməli 19-cu əsrin sonlarında Bakıda hərbi vəziyyətin elan olunması ilə nəticələndi. Yəni nə təsir göstərdi ki, 19-cu əsrin sonlarında Bakıda hərbi vəziyyət elan olundu. Kəndlərin hərbi vergi adlanan əlavə mükəlləfiyyətlərə etiraz etmələri xeyr. Bu 1895-ci ildə tütün fabriki fəhlələrinin həyata keçirdiyi ilk mütəşəkkil tətil idi ki, Bakıda hərbi vəziyyət elan olunur. Nəticədə sahibkarlar da o yeniyetmələrin maaşlarını artırmağa razı qalırlar. 64-cü sualda isə deməli Afinada Drakon qanunları niyə qəbul edilir? Afinada Drakon qanunları eradan əvvəl 7-ci əsrin ikinci yarısında təxminən 621-də qəbul edilmişdi. Məqsəd burada aristokratların həyatını və əmlakını qorumaq idi. Ən kiçik səhv Demos tərəfindən törədilən ən kiçik səhv ölümlə cəzalandırılırdı. Ona görə bu qanunlara deməli qanla yazılmış qanunlar deyilirdi. C bəndə olur doğru fikrimiz. 65-ci suala baxaq. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi fikir. Monqol canişinlərinin yerli feodallara sıxışdırması nəticədə Bəndərin başçılığı üsyan. Bəndər üsyanı Monqollara qarşı olmayıb, yanlışdır. Teymuri Şahruxun ölümü 1447-yə uyğun gəlir. Teymurlərin Sərdurud döyüşündə məğlub olması bu isə 1408-ə uyğun gəlir. Bu da əlaqəsizdir. Cəlaliri Şeyx Üveys Təbrizi ələ keçirdir 1359-cu ildə. Hülakülər dövləti süquta uğrayır 1357-ci ildə. Əlaqəsizdir, çünki Hülaküləri Qızıl Ordu süquta uğratmışdı. Qaraqoyunlu dövləti yaranır, nəticədə Oğuzların hakimiyyəti yenidən bərqərar olur. Toxtamışın Buxara və Səmərqəndə təxminən 1387-ci ildəki yürüşü Əmir Teymurun Azərbaycandakı yürüşünü yarımçıq saxlamasına səbəb olmuşdur. 4-5 uyğunluğu hardadır? A bəndindədir, bu doğru olur. Qazan xan tərəfindən qadağan edilməmişdir. Kəndlərin bir yerdən başqa yerə köçməsi 1303-də qadağan eləyir. Monqol qoşununda xidmət edənlərə torpaq sahəsinin verilməsi. Xeyr, belə bir qadağası yoxdur. Əlbəttə ki, onun elə əsas məqsədlərindən biri Monqol qoşununda xidmət edənlərə iqta torpaqları paylamaq idi. Sadəcə iqtanı başqasına pay vermək, bağışlamaq, almaq və ya satmaq kimi məsələlər qadağan olmuşdur. Digər qadağalar öz növbəsində doğrudur. Məntiqi ardıcıllıq nədən ibarətdir? Hlodvik xristianlığı qəbul eləyir. Qalliya üzərində öz hakimiyyətini möhkəmləndirir. Bu gətirib nəyə çıxardır? Frank krallığının əsasının qoyulmasına. Deməli, A niyə yanlış olur? Əgər A variantını yazan abituriyentlərimiz varsa da deyim. Dövlətin yaradılmasından sonra Hlodvik xristianlığı qəbul edir. Yəni A variantı 3-dən sonra yox. Yəni bax bu məntiq ardıcılıqda belə deyək, elə bir sıfır nöqtəsində dayanıbdır. Əvvəlcə krallığın əsasını qoyur, sonra xristianlığı qəbul edir və hakimiyyətini möhkəmləndirir və s. Roma imperiyasından sonra Qərbi Avropanı ilk dəfə birləşdirmişdi. Xeyr, imperator elan olunur təbii ki, əlaqəsizdir. Bu, Avropada Roma-German mədəni birliyinin meydana gəlməsinə şərait yaradır. Nəticədə gələcəkdə fransız xalqı da formalaşır. Deməli, D variantı olur 67-də. 68-ci sualda da, deməli, burada Şirvanşah yazılıb da onsuz. Şirvanşah 1-ci İbrahimin xarici siyasətinin nəticəsi. Təbriz döyüşündə Qara Yusif Sultan Əhmədə məğlub oldu. Xeyr, əksinə Əsəddə qalib gəlir Qara Yusif Sultan Əhmədə. Şirvanşah 1-ci İbrahimin Qara Yusifin barışıq təklifini rədd etməsi 1412-ci ildə Kürçay sahili döyüşünə səbəb olur. Kürçay sahili döyüşündə də Şirvanşahlar
Baharlı nümayəndəsi Qara Yusifə məğlub olur və nəticədə Şirvanşahlar, yəni Qaraqoyunluların hücumuna məruz qalır. Bu hadisədən sonra isə Qara Yusif öz hakimiyyətini Azərbaycanın şimal torpaqlarına yayır. Daha sonra 69-cu suala baxaq. Bu sualda da Eyler-Venn diaqramıdır və bu sualın izahını verməmişdən əvvəl bildirim ki, 9, 10, 11-ci sinif abituriyentlərimiz 2025-2026-cı illərdə formalaşdırdığımız sınaq qruplarına qoşula bilərlər. Beləliklə siz 2026-cı il 1-ci və ya 2-ci şans imtahanında yüksək nəticə əldə edə bilərsiniz. Çünki həftənin hər günü bütün mövzular üzrə ayrı-ayrılıqda sizlərə mövzu sınaqları, bölmə sınaqları, ümumi sınaqlar, hər bir sınağın düzgün cavabları və hər bir sınaq üzrə hazırlanan video izahlar, test izahları sizlərlə paylaşılır. Siz beləliklə istər xəritə testləri işləmək, istər tarix fənnindən hansı mövzularda boşluqlarınız varsa, onları müəyyənləşdirə bilmək, ən əsası tətbiq etmənizi artıra bilmək və imtahan əvvəli daha çox təcrübə əldə edərək qəbul imtahanında 100% nəticə göstərmək üçün bax bu qruplara qoşula bilərsiniz. Bunun üçün 055 437 53 nömrəsini yazmanız və məlumat almanız kifayətdir. Şərh bölümündə də qeyd edəcəm. Sualımıza gəldikdə isə Terek döyüşündə qələbə qazanıbdı Teymurilər. Cənubi Çini ələ keçirdibdi Monqollar Xubilayın dövründə. Mərkəzi Asiyanı hər üçü işğal edibdi. Sasaniya süquta uğradı ərəblər 651-də. Hindistana yürüş hər üçünə aiddir. İndi bu hansına uyğun gəlir belə bir variant? C-yə ortada ilə bir dənə C də verilibdir. Ümumi xüsusiyyətlərindən tapa bilərdiniz. Kaştarikin rəhbərlik elədiyi müstəqillik hərəkatı 673-672-ci illərdə olur eradan əvvəl. Bəs buna nə təsir göstərir? Deməli, bu dövrdə istər Manna hökmdarı Axşeri, istər onun İskit müttəfiqi İşbakayın Assuriya sərhədlərinə etdiyi yürüşlər, Assuriya qoşunlarının məğlub edilməsi Assuriyanın tabeçiliyində olan xalqlara imkan yaratdı ki, onlar Assuriya tabeçiliyindən çıxsınlar, üsyanlar qaldırsınlar. Deməli, Assuriyalıların Manna dövləti və İskit şahlığı qoşunlarına məğlub olması, onlarla mübarizəsi Kaştariti kimi insanlara imkan verir ki, öz xalqlarını Assur əsarətindən xilas eləsinlər. Bəndə olur. Verilən hər üç xüsusiyyət hansı əraziyə aiddir? Ərəblər tərəfindən Veskotların məlubiyyətə uğradılması indiki İspaniya ərazisinə uyğun gəlir. Piriney yarımadasında Böyük Karlın hərbi yürüşünə məruz qalıb. İspaniyada məruz qalıb. Aragon və Kastiliyanın birləşməsi ilə 1479-da elə vahid dövlətə çevrilmişdi İspaniya. İkiyə gəldikdə bu Fransa və ya Qaliya ərazisi, 3 Roma, İtaliya ərazisi, o dövrdəki deməli Karfagen və Yunanistan. Bizə lazım idi İspaniya. İspaniyada deməli D4-dədir. 72-də də Quba üsyanı ilə məşrutə hərəkatının oxşar cəhəti istər Quba üsyanında, istər məşrutə hərəkatında deməli. Konstitusiya mübarizəsi yoxdur Quba üsyanında. B variantı Quba üsyanına aiddir. Amma C oxşardır çünki hər ikisinin dövründə hərbi şuranın formalaşdırdığının şahidi oluruq. Təbrizdə də hərbi şura formalaşdırmışdı. Səttarxan Bağırxan hərəkatından 1905-11 məşrutədən burada söhbət gedir. Xəritədə verilən şəhərlər Təbrizə uyğun gəlir və Bakıya uyğun gəlir. Həmən o şəhərlərin 13-cü əsr tarixi. Teymuri dövlətinin müttəfiqinə çevrilməsi. Bu arada Teymuri dövləti heç 13-cü əsrdə mövcud deyildi. Belə olduğu halda siz A bəndlərini variantlardan çıxdaş etməliydiniz. Deməli, 2 variantımız, hətta 3 variantımız birdən azalır və ortaq cavab elə onsuz C çıxır burada. Monqolların birinci yürüşünə məruz qalmaları. Sırayla baxım yenə. Kəsranilər sülaləsi hökmranlıq eləyirdi. Bu təbii ki, Şirvanşahlardır. Şirvanşahların da 13-cü əsrdə paytaxtı Bakı idi. Deməli, 2-yə gedir. B. Monqolların birinci yürüşünə təbii ki, bütün Azərbaycan məruz qalmışdı. Xarəzmşah Cəlaləddin tərəfindən süquta uğradılmışdı Atabəylər dövləti. Atabəylər dövləti o dövrki paytaxtı Təbriz idi. Çünki Dimin test toplusunda da bu bizə belə təqdim olunur ki, Eldənizlər dövlətinin paytaxtı müvafiq olaraq Naxçıvan, Həmədan və Təbriz şəhərləri olubdur. İraq Səlcuq Sultanı 3-cü Toğrulun məlubiyyətə uğradılması, bu da Eldənizlər dövlətinə aiddir. Sadəcə döyüş 13-cü əsrdə deyil, döyüş baş veribdir. Deməli 12-ci əsrdə 1190-cı ildə. Əgər bizdən əsr soruşulmasaydı, biz 1-ə uyğun eləyə bilərdik E variantını və belə olduğu halda da 1D, 2C, daha doğrusu 1D, 2B, 3C hər bir halda E bəndə olur. Bizans dövlətindən fərqli olaraq Xəzər xaqanlığı Albaniya ilə müttəfiqlik hər üçündə var. Yəni
Daha doğrusu Bizansda da var, Xəzərdə də var. 654, 664, 65 müvafiq olaraq Peçenek hücumları, ərəblər və Peçeniklərlə mübarizə onsuz da Xəzərləri zəiflədir. Bunu bilirsiniz. 1091-də də Bizansa yürüş eləyib Peçeniklər. Slavyanların məskunlaşması Justinian dövründə, Xəzərlərdəki deməli Dnestr və Dnepr çayları arasındakı ərazidə məskunlaşdırmışlar. Həmən o Slavyanları, yəni hər üç variant oxşardır. Amma erkən feodalizm 3-11-ci əsrlər 965-də süquta uğrayan Xəzər xaqanlığıdır. Ərəblərin irəliləməsinə Xəzərlər qarşı olublar 4-5 fərqli xüsusiyyətdir. Daha sonra baş vermişdir. Əlincə qalası Teymurilərə təslim olur 1400-də. Herat sülhü 1459. Azərbaycan torpaqları keçir Cəlarin tərkibinə 1359-da cənub, 1367-də şimal. Yazmıram, elə birbaşa deyim. Əsəd 1410, Monqolların ikinci yürüşü başa çatır 1239. Deməli, daha sonra baş veribdir B. Herat sülhü. Bu təbii ki, digərlərinə nisbətdə sadə sual idi. Şimali Azərbaycanda milli demokratik hərəkatın inkişafında burjuaziyanın rolu, burjuaziyanın həyata keçirdiyi tədbir. Belə ki, milli demokratik hərəkatımız 1875-1918-ci illəri əhatə eləyir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinə qədər gedən yol, mərhələ 3 hissədən ibarətdir. Vıborq bəyannaməsinin imzalanması burjuaziyanın yox, ziyalılarımızın həyata keçirdiyi tədbirlər sırasına aid eləmək olar. Çünki bunu Əlimərdan bəy Topçubaşov həyata keçirmişdi. Ərshalları da Əlimərdan bəy Topçubaşov ünvanlamışdı. 4-cü Dövlət Dumasının çağırılması. Xeyr. Burada nəşr maarif və nicat cəmiyyətlərinin yaradılması. Müvafiq olaraq 1905-6-cı illərdə bax bu cəmiyyətlər deməli Azərbaycanlı burjuaziya nümayəndələrinin Murtuzan Muxtarovun, Zeynalabdin Tağıyevlərin maliyyə dəstəyi əsasında formalaşdırmışdı. Həmən bax bu cəmiyyətlər. Ona görə D variantı doğru ola bilər. Dediyim kimi, biri var milli hərəkatda burjuaziyanın rolu. Yəni ki, o imkanlı şəxslərin Azərbaycan xalqına hər zaman qayğılarının qeydinə qalan Azərbaycan xalqına, tarixinə silinməz imza buraxan şəxslər, imkanlı şəxslər də belə yadda saxlayaq. Bir də var ki, ziyalılarımız. Yəni bu ziyalılar təbii ki, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və digər onlarla bizim ziyalımız. Burada burjuaziya nümayəndələri lazım idi. Səlcuqlarla Osmanlı oxşar cəhətləri Afrikada ərazi ələ keçirtməyib. Səlcuqlar Bizansla mübarizə oxşardı, Oğuz oxşardı. Abbasiləri asıla salıb Səlcuqlar bu fərqdir, fərqi qeyd eləyək. Teymurilərlə mübarizə Səlcuqda yoxdur. Bunu da qeyd eləyək fərq olaraq. Anadoluda torpaqlar hər ikisində var, bu oxşardır. B, C, A, B, E bəndi oldu cavabımız. Göstərilənlər məqsəddir. Qəbul imtahanına da bax bu sual düşmüşdü. Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirtmək üçün Pompeyin başçılığı ilə Romalılar Azərbaycana, Albaniyaya yürüşlər təşkil edirlər. Sadə bir sual. Xəritədə işarələnmiş dövlətə gəldikdə bu Böyük Britaniyadır. Qəbul imtahanında da artıq bu tip suallar istifadə olunur. Bax, bu da ona uyğun bir sualdır. Burada Böyük Britaniyanın 18 və 19-cu il tarixləri, Qacarlar dövlətinin Cümhuriyyət ilə dostluq müqaviləsinin imzalamasına nail olması. Bəli, əslində bizə yaxından köməklik göstərən ingilislər olubdur Qacarlarla münasibətlərin normallaşdırılmasında, lakin dostluq müqaviləsi 1920-ci ildədir. Deməli, A öz əhəmiyyətini itirir və 2 variantımız azalır. Bakını Azərbaycan Osmanlı qoşunlarının hücumundan qorunmaq üçün qoşun göndərməsi. Deməli, 1918-ci ildə 2 dəfə Azərbaycan ərazisinə İngilis qoşunları daxil olmuşdu. Destervillerin başçılığı ilə və Thomsonun başçılığı ilə. Bu dövrdə SR menşeviklərin rəhbər olduğu Sentraqas diktaturası o 1000 nəfərlik İngilis əsgərini dəvət eləmişdi. Yəni bu fikir doğrudur. General Thomsonun rəhbərliyi ilə AXC hakimiyyəti ilə əməkdaşlığa başlaması. Belə ki, 18-ci ildə artıq dekabrın 7-sində parlamentin fəaliyyətə başlaması, sonrasında 3-cü hökumətin qurulması, yekunda 18-ci əsrin sonlarından, daha doğrusu 1918-ci ilin sonlarından etibarən Cümhuriyyətin qərb yönümlü siyasət yürütməsinə, ingilislərlə artıq əməkdaşlıq etməsinə təsir göstərmişdi. 19-cu ilə gəldikdə Naxçıvanda general qubernatorluğu ingilislər yaratmayıb. Əksinə onlar Naxçıvanda erməniləri dəstəkləyirdilər.
Denikin təhlükəsinə qarşı gürcülər bizlə müqavilə imzalayıb. Bax, buradakı dövlət nöqtə qoyduğum. Və Xəzər dənizində hərbi donanmanın yaradılması ingilislərin yardımı ilə olmuşdu. Deməli, 1 BC, 2B ola bilər. Daha sonra, daha doğrusu C variantı. Roma sərkərdəsi Antoni və Mark Trayan üçün oxşar cəhət Albaniyaya yürüşlər Trayan etməyib. Parfiya ilə mübarizə hər ikisində var. Antonini eradan əvvəl 36 biz elə Fraspa döyüşünü nümunə kimi verə bilərik. Və ya Mark Trayan da ki, təbii ki, Parfiyanın paytaxtı Tesfona qədər irəliləmişdi. C variantı heç birinə aid deyil. D variantı Mark Trayana aiddir, imperiya dövrü. E variantı hər ikisinə aid deyil. Xilafətlərə aid deyil, deməli yanlış fikirlər. Sasani vergi sistemi tamamilə dəyişdirdilər. Xeyr, müəyyən dəyişikliklər, amil doğrudur. İlk vaxtlardan etibarən bütün önəmli vəzifələrə ərəbləri təyin edirlər. İlk vaxtlarda bunu eləməsələr də, sonrakı dövrlərdə təbii ki, eləyirlər. İlk vaxtlar sözünə görə yanlışdır, 4 doğrudur. Şəddadin rəvayətdən fərqli xüsusiyyəti. Samanilərlə mübarizə hər ikisində yoxdur. Bu Qaraxanlının xüsusiyyətidir. Səlcuqlar tərəfindən süqut. Şəddadi də rəvayətdə hər ikisi Səlcuqlar tərəfindən süquta uğradılıb. Əməvilər sülaləsinin asılından çıxıb hər üçünə aid deyil, yanlışdır. 1-ci Məlikşahın qoşunlarına məğlub olması. Şəddadilər 1088-də Buğuya məğlub olurlar. Qaraxanlılar da məğlub olmuşlar. Hətta xərac ödəmişlər Səlcuqlara. Bu Şəddadi ilə Qaraxanlının yəni oxşar cəhətidir. Lakin Rəvvadilərin Sultan Məlikşahla heç bir əlaqəsi yoxdur. Deməli, cavabımız D-dir. E variantına gəldikdə isə 10-cu əsrin ikinci yarısı. Bu, hər üçünün ortaq xüsusiyyətidir. Deməli, erkən Tunc dövründə əkinçiliyə inkişafına səbəb göstərdi. Oturaq həyat neolitdir, toxa neolitdir, 3-4 doğrudur. Ardıcıllıqda Xələclər sülaləsi 1290, Klermont kilsəməlisi 1095, Teymurun yürüşü 1398 və Böyük Səlcuq 1157-də süquta uğrayır. Ardıcıllıq artıq asandır düzmək. Deməli, 20-ci əsrin əvvəllərində Azərbaycanda dövlət kəndlərinə aiddir. Bir yerdən başqa yerə köçməyin qadağası 1853 bir yanlışdır. Kəndlərin nəsli istifadəsinə verilən torpaq sahələri dəqiqləşdirildi. Bəli, 1903-cü il tədbirləri ilə. Dövlət kəndləri xüsusi torpaq mülkiyyətinə çevrilmir. 2 və 4 doğru olur. 85-də bir sual da var buradadır. İkinci Göytürk və Uyğur xaqanlığının süqutuna səbəb nələr olmuşdu? Tabe edilmiş türk tayfalarının üsyan qaldırması 1, hakimiyyət uğrunda mübarizə 2. Çinlə uzun sürən müharibələr, Uyğurlarda uzun sürən müharibələr yoxdur və yaxud da ikinci Göytürkdə buna rast gəlmirik. Dini pərakəndəlik Uyğurlara süqut etməsinə təsir göstərir. İkinci Göytürkdə bu məlumatı əldə etmirik. 1-2. Deməli, oturaq əhalinin öz tərəfinə çəkibdir. Qazan xan Hülakülərin vasalı olub. 2-ci Akslan 3-cü Torlu 1190-da məğlub edib Qızıl Arslan. Xəlifənin razılığı ilə sultan olub Qızıl Arslan. Yamlar yaradıb Qazan xan. Deməli, mənbəyin əvvəlində Əmir Teymurun nəyə görə qələbə qazanması türk dünyasının gələcəyi üçün faciəli hesab olunurdu. Mənbədə də Yıldırım Bayeziddən danışılırsa da söhbət 1402 Ankara döyüşündən söhbət gedir. Deməli, situasiyanın cavablarını bildirim və onu da qeyd edeyim ki, gördüyünüz kimi hər imtahan sonrasında sizlər suallarınızın düzgün cavablarını yoxlamaq üçün elə bizim kanalda dərs izahlarına və daha doğrusu test izahlarına rast gəlirsiniz. Əgər bundan daha əvvəlcədən xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olub videoları bəyənməyi unutmayın. Hər həftənin 1-ci, 3-cü, 5-ci günü axşamın 9:00-da Azərbaycan və ümumi tarix üzrə hər bir mövzunun yenilənmiş dərsliklərə əsasən abituriyentlərimiz və müəllimlərimiz üçün izahları paylaşılır. Bazar günləri isə önəmli sınaqlar olduqda sizlərə test izahları paylaşılır. 88-də deməli niyə faciəlidir? Ona görə faciəli ola bilər ki, çünki ən azından yox elə fikrimizi qoy, tam səsləndirək. 51 il Konstantinopolun fəthi gecikir. Osmanlının Avropanın içlərinə doğru irəliləməsinin qarşısı alınır. Əmir Teymurun Osmanlıya qalib gəlməsindən sonra. Osmanlı dövləti əvvəlki gücünü itirir bu dövrdə. Çünki oğlanlar arasında bölüşdürmüşdü dövləti Teymur. Sizin də fikirləriniz varsa da şərhdə qeyd eləyin. Ola bilsin imtahanda fərqli formatda yazmısınız. Müzakirə edərik. Bayezid Əmir Teymurla toqquşmaya gətirib çıxardan 3 səbəb. Niyə bu iki sərkərdə bir-biri ilə qarşı-qarşıya gəlir? Əvvəla Osmanlı
ərazisində olan müəyyən bəyliklər var idi ki, onlar Osmanlı tabeçiliyində idilər və müstəqilliklərini bərpa etmək üçün Teymura müraciət edirlər. Bunu qeyd eləmək olar. Qeyd eləmək olar ki, Əmir Teymur Ön Asiyadan, Kiçik Asiyadan keçən ticarət yollarına, ticarət mərkəzlərinə sahib olmaq istəyirdi. Çünki o Çingiz xandan fərqli olaraq həmişə yürüşlərində iqtisadi məqsəd güdür. Paytaxt Səmərqəndin rolunu artırmaq istəyir. Avropa-Asiya ticarət yoluna sahib olmaq istəyir. Ona görə də deməli, Osmanlı ərazisində olan bəyliklərin Əmir Teymura müraciəti, müstəqil olmaq istəməkləri üçün müraciət etmələri, Əmir Teymurun Ön Asiya, Kiçik Asiyadakı mühüm ticarət yollarına sahib olmaq istəyi və həmçinin Əmir Teymurun rəqiblərinin Qara Hüseyn və Cəlalirə Sultan Əhmədin Yıldırım Bayezdə sığınması Teymurun bura yürüş etməsinə səbəb olmuşdu. Ankara döyüşündə niyə Teymur qələbə qazandı? Çünki əvvəla Əmir Teymurun qüvvələri Osmanlıdan daha çox idi, qüvvə cəhətdən üstün idi. İkinci növbədə də o Hindistandan gətirdiyi döyüş fillərindən istifadə edir. Bu Osmanlı əsgərlərini şaşqına çevirir. Çox təəccüblü gəlir onlar üçün bu döyüş fillərini Ankara düzənliyində qarşılarında görəndə. Bunları qeyd eləmək olar. Dediyim kimi əlavə fikirləriniz varsa şərhdə bildirin. Hər zaman olduğu kimi hər bazar günü hansı sınaq izahı sizə lazım olarsa kanalımıza göz gəzdirməyi unutmayın. Növbəti videolarda görüşəndək sağ olun, salamat qalın.